WUF 13 forumuna 180 ölkədən 32 mindən çox iştirakçının qatılacağı gözlənilir. Bunu jurnalistlərə açıqlamasında WUF 13 Azərbaycan Əməliyyat Şirkətinin icraçı direktoru Adil Məmmədov deyib və bildirib ki, bundan başqa tədbirdə iştirak etmək üçün mindən çox media nümayəndəsi qeydiyyatdan keçib. Onların da təxminən 200-dən çoxu xarici media təmsilçisidir. Bugünkü gündə artıq 41 ölkə öz pavilyonunun inşasını davam edir və 41 ölkədən əlavə yerli, şəhərli və bələdiyyələr də iştirak edir. Onların da sayı 14. Ümumi jurnalistlərin sayı 1020-dir. Onun 220-225-i səhv etmirəmsə xarici media nümayəndələridir. Şəhərin demək 9 yerində nəqliyyat mübadilə mərkəzləri mövcuddur və onlar xüsusi ayrılmış zolaqlarla WUF zolağı dediyimiz birbaşa məkanın önünə siz öncə gördüyünüz iştirakçılara çatdırılacaq və oradan artıq təhlükəsiz proseslərdən keçərək məkana daxil olunacaq.